Bismillahirrahmanirrahim və bihi nəstəin. İnnehu xeyru nasirin və mu'in və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin və lənətullah ala ədaihim əcməin. Minəl an ila liqai yevmiddin nəhməduhu və nəstəinuh. Rəbbi şrəhli sədri və yəssir li əmri və hlul uqdətən min lisani yefqahu qavli. Sədaqallahul əliyyül əzim. Allah Teala ibadət itaətimizi qəbul eləsin, bizi bəyəndiyi bəndələrdən qərar versin. Dünya və axirət Peyğəmbər və Əhl-i Beytinin ziyarət və şifaətini nəsib eləsin. Günahlarımıza qələmi əfv çəksin, xəstələrimizə şifa versin. İltimas dua eləyənlərin dualarını qəbul eləsin, çətinlikdə olanlara kömək olsun. Allah Teala Ağa İmam Zamanı zuhurunu təzir eləsin, bizi də ağanı tanıyıb, ona kömək olub, onun qarşısında şəhid olanlardan qərar versin inşallah. Söhbətimiz Nəhcül Bəlağa 83-cü xütbənin 4-cü hissəsində idi. Allah Teala'nın insanı yaradıb xəlq eləməyindən və insanın ömrünün mərhələlərindən Həzrət danışdı. Keçən dəfə danışığımız insanın can vermə halları və bu dünyadan, dostlarından, yaxınlarından, sevdiklərindən ayrılma hallarının bəzi cəhətlərinə, yerlərinə Həzrət işarə elədi. Və nəhayət, bugünkü söhbət insanın dəfni barəsində, insanın qəbrə qoyulması barəsindədir. Həzrət buyurur ki, Sümmə udricə fi əkvanihi mobilisən. Həzrət buyurur ki, sonra bu mərhələlərdən sonra, yəni o can vermə tamam olandan sonra, insanın ölümünə yəqin olandan sonra onu kəfəninə bükürlər. Mobilisən, mobilis məyus, burada işlənən məyus mənasınadır. Yəni məyus halda. İndi mümkündür burada məyusluq kəfənə bükənlərin mövzusu ola ki, yəni bunlar məyusdular, daha bu qayıtmayacaq, bu mövzu olsun. Amma Həzrətin məqsədi meyidin məyusluğu barəsində ki, bu kəfənə bükülür, özü də məyus halda, hər şeydən məyus olub. İndi kimsə fikirləşə bilər, axı bu ölüb, məyusluq dünyanın xasiyyətlərindən, dünyaya aiddir, yox. Biz əslində bir neçə dənə şey var, dünyada olan hissələri belə jurnal kimidir. Məsələn, çətinlik, dünyanın çətinliyinə cəhənnəm əhli arzu eləyəcək ki, qaydaq, məsələn, milyon illərlə yaşayaq o çətinliklərdə, susuz, işıqsız, qazsız, soyuqda falan da. Amma bu cəhənnəm odundan qutaraq. Sonra, məsələn, rüsvayçılıq, Allah göstərməsin. Dünyadakı rüsvayçılıqla axirətdəki rüsvayçılıq böyük fərqi var. Xizyun əzim deyir Allah Teala Quran-ı Kərimdə axirət rüsvayçılığını. Hətta heyvanatlardan birinin zikri də İmam Sadiq əleyhissalam buyurur ki, o həyətdəki heyvanın zikri bilirsiniz nədir? Soruşurlar, yəminə Rəsulullah nədir? Deyir ki, o səs çıxardanda deyir ki, Allahın insana verdiyi cəhənnəm əzabı insan üçün ikinci dərəcəli əzabdır. Birinci dərəcəli o günahın rüsvayçılığıdır ki, onlar məhşərdə çəkəcəklər. Hətta o məhşərdə bir təsəlli və bir təskinlik də yoxdur ki, indi məsələn, qutaracaq da bu. Nəinki soru-sualdan gedir, söhbət əzabdan gedir, söhbət ya nədən gedir, rüsvayçılıqdan gedir söhbət. Məsələn, təsəvvür edin, siz bir dənə, məsələn, marşrutla gedirsiniz, marşrutda bir dənə səhv iş gördünüz, utandırıcı bir iş gördünüz. O nə qədər də utandırıcı olsa, nə qədər də sənə danlasalar, növbəti dayanacaqda saxlatdıra da bilərsən, elə orada düşə də bilərsən. Ən azı növbəti dayanacaqda düşətsən, ikinci gələn avtobusa minətsən, 5 dəqiqə geri düşətsən, bu avtobusdaşlar da bilmir ki, sən o biri avtobusda neynəmsən. Yaxşı, bu təskinlikdir adam üçün. Amma qiyamətin günündə, məhşər ayağında insanın o günahlarının təcəlli eləməsi, üzündə bilinməsi, vücudunda bilinməsi və onun böyük rüsvayçılığından insan hətta təskinlik və təsəlli də tapa bilmir ki, müvəqqətidir. Niyə? Çünki o elə həmin sifətlə, həmin formada cəhənnəmə də daxil olur. Cəhənnəm də deyəndə ki, indi nə olsun, cəhənnəmdə
hamı əzab çəkir də, yox. O rüsvayçılığın xüsusi bir forması var orada. Sən zindanlarda olanlar görsən də Allah göstərməsin, hamının da qapısını açsın da, heç kimi də qoymasın günah eləməyə. Qismət eləsin Allah Teala dünyanın zindanlarının hamısının qapısı bağlansın, cəmiyyətlərimiz o yerə gəlsin, çıxsın. Hansı maddə ilə gəlib, ona görə görsən bəzən deyirlər, ona görə rəftar eləyirlər ki, bu maddə ilə gəlib, bu maddə ilə. Cəhənnəm də onun kimidir. Əvvələn cəhənnəmdəkilər hamısı onu məhşərdə görmüşdür rüsvayçılığın. Hətta burada həmin rüsvayçılıq üzə çıxmasa da belə, onlar bilirlər, bundan məlumatlıdırlar. Cəhənnəmin maliki və məmurları da bunların hamısının maddəsini bilir. Ən az onların yanında xəcalətlidirlər. Və bu yandan da ki, heç kim deməyib, o əlamətlər ki, məhşərdə insanlar günahlarından görükür, o cəhənnəmdə görükməyəcək. Elə odun alovun içərisində nə olacaq? Elə onun o rüsvayçılığı da davam eləyəcək. Ki, Allah heç kimə qismət eləməsin inşallah. Burada da Həzrət buyurur ki, Udricə fi əkvanihi mublisən, məyus halında kəfəninə bükülür. Yəni, bunu bükənlər hətta dua eləyirlər, Quran oxuyurlar, salavat zikr eləyirlər, Allahdan günahının bağışlanmağını istəyirlər. Məsələn, ağlaya-ağlaya, məsələn də danışa-danışa, Fatihə verilir, hamı deyir, Allah rəhmət eləsin. Və məsələn, adama bir dəfə mənə rast gəldi, bir nəfər dünyasını dəyişdi. Hamı qışqırırdı, ağlayırdı, bir nəfər amma elə nə qədər o cənazə həyətdən çıxmamışdı, övladlarından biri yalvarırdı, ağlayırdı, Allah atamın günahını bağışla, ay Allah atamın günahını bağışla. Ki, bunlar var. Və bunu deyənlərin də ümidi budur ki, bunun Allah günahını bağışlayar. Amma mobilisən onun özünə aiddir. O bilir, görür, hiss edir ki, mənim bu günahlarım bağışlanacaq, bağışlanmayacaq. Və məyusdur nədən? Məyusdur bundan ki, mən bu boyda günahlar bağışlanar ya bağışlanmaz. Əsasən məyusdur bundan ki, mənim də əlimdə bu günahları bağışlandırmağa heç bir ixtiyarım yoxdur. Və mən bu günahı eləməməyə imkanım var idi. Mənim bu günahı eləyib tövbə eləməyə imkanlarım var idi. Amma o imkanatların hamısı alındı məndən. Yəni, bu dünya ki, axirətin bazarı idi, əkin yeri idi, bu bazar bunun üzünə bağlandı. Ona görə Həzrət buyurur ki, mobiləsən. Deməli, məhyus halında bunu kəfənə bükürlər. Və cüzibə munqadən səlisən və cəzb olunur, çəkirilir, təslim olunur, çox asan şəkilində, səlisən. Yəni, heç bir müqaviməti yoxdur. Adam məsələn tutub istəmədiyi bir yerə aparanda bir neçə variant var da. Biri xahiş eləyir, söz deyir, məsələn təmənni eləyir, üzündən keçə bilmirsən. Bəzən amma məsələn görürsən, qışqırır üstüyə gedirsən, bəzən tutur səni məcbur aparır. Amma bu variantların hamısında sənin belə əksinə getmək, müqavimət eləmək imkanın var. Ən azı sözlə, ən azı birinci, ikinci dəfədə qəbul eləmirsən, məcbur olanda məsələn üçüncü dəfədə qəbul edirsən. Həzrət deyir ki, yox, munqad və cüzibə munqadən səlisən, cəzb olunur, aparılır bu qəbrin tərəfinə, nədir? Çox asanlıqla və o olan şeylərinin də hamısını çox asanlıqla da unudur, yaddan çıxardır, dünyanı yaddan çıxardır. O, buna nicat verəcək şeyləri yaddan çıxardır. Adam məsələn oturur, bir dənə müşkülü var, fikirləşir, bunu necə həll edeyim, yadına məsələn sən düşürsən, ya sən düşürsən, yaxşı, bir nəfər düşür. Ardı ölümdən gələcək, ona görə qoy bir nəfər deyim, yaxşı. Belə tamahlanır ki, bu mənə kömək eləyir. Sonra tutur görür ki, 40-ı da çıxıb. 40-ı da çıxıb. Da tutardı, o kitabı bağladı. İndi bu yanacaq və narahat olacaq, əzab çəkəcək, niyə mən bu dünyadan istifadə eləmədim. Burası yadından çıxmayacaq.
Amma unudacaq bir dəfəlik bunu ki, dünya mənə kömək eləməyəcək. Buna görə əzab çəkəcək. Niyə mən bu fürsətlərdən istifadə eləmədim? Danışılanda qulaq asmadım, namazdan veriləndə üzüm müayinə tutdum, orucluq gələndə xəstəlik tapdım, nə bilim, evi uçana kömək eləyəndə, nə bilim, özümün problemlərimi fikirləşdim. Adam evi uçub qalıb, məsələn, bu yağışda, küləkdə damın götürüb aparıb. Bunun üstün bağlamaq lazımdır bu gün ki, bu gecə bunun balalarının, əhlinin üstünə yağış yağmasın. Bunun damı da var, evi də istedi. Məsələn, sabahın ətin fikirləşir. Sabahın yağlı bozbaşın fikirləşir. Yaxşı, bu düşəcək, deyəcək, kaş, məsələn, onda heç sabahı, heç acda qalmayacaqdı, yağlı yeməkdim, ona kömək eləyirdim. Bu düşəcək onun anına. Bu baxımdan ki, istifadə eləməyib, yandıracaq onu. Amma bu baxımdan ki, buradan kömək gəlmək yoxdur, istəyəcək unutsun. Hələ unuda biləcək, bilməyəcək odur. Çünki bilirsiniz də, Allah Teala insanın unutqanlıq xasiyyətini verib. Yaxşı, çox adam deyir ki, məsələn, unuduram, ondan sonra nəm belədir, filandır, niyə unutqan olma, nəm nə eləmə, unutqanlığın özü şəriətdə də pisdir. Amma bir başqa baxımdan baxanda, Allahın bir dənə nemətidir unutqanlıq. İnsan bütün həyatında gördüyü dərdlər və həyatında gördüyü səfaların çoxun unutmasaydı, o yaşayışı davam edə bilməzdi. Çünki hər şeyin bir əndazəsi var da. İnsan nə qədər dər, bir dənə stəkan, məsələn, 100 qram su tutur. Ondan artığı sındıracaq onu, yaxıb hədər gedəcək. Fikirləşəndə ki, insan qəlbi, insan beyni sınan döyür, deməli, dağıdacaqdı onu. Ona görə bəzən o unutqanlıq nemət olur insan üçün ki, nədir? O dərdləri unudur, ondan sonra məsələləri unudur, ondan sonra məsələn, ən yaxşısı buna pislik eləyənlərin o elədiyi pisliyi unudur. Həzrəti Rəsulullah sallallahu aleyhi və səlləmdən də səhv eləmirəm hədis, deyir, mömin gərək neçə dənə sifətdə olsun. Biri budur ki, başqasına kömək elədiyi, yaxşılıq elədiklərini unutsun, başqasının buna elədiyi yaxşılıqları unutmasın və başqasının buna elədiyi yaxşılığı, pisliyi də neynəsin, unutsun. 2 dənə unutmaq, bir dənə nədir? Yadda saxlamaq. Sənin başqasına elədiyin yaxşılığı unutmalısan, başqasının sənə elədiyi yaxşılığı unutmamalısan. Çünki sənin başqasına elədiyin yaxşılığı unutmasan, daim onu özünə borclu bilətsən və ondan təmənnaların olacaq. Və o təmənnalara görə elədiyin yaxşılıq da silinəcək, başa-baş çıxacaq, gedəcək, bəlkə biraz da əskiyin çıxdı. Onun sənə elədiyi yaxşılığı unutmasan, daim özü ona borclu bilətsən və daim ona görə də yaxşılığa müqabilində ona təşəkkür eləyətsən. Mən ləm yəşkürül məxluq, ləm yəşkürül xaliq. Elədir, kim məxluqa təşəkkür eləməsə, heç vaxt Allahın da şükrün yerinə. Bu da sənin üçün ibadət olacaq və başqasının da sən əgər sənə elədiyi pisliyi unutmasan, daim istəyətsən, ondan qisas alatsan. Daim istəyətsən, ona pislik eləyəsən. İnsanın niyyəti ki, əməlindən də xeyirlidir. Əks tərəfdə də sənin elə ona pislik eləmək niyyətin, elədiyin pislikdən üstün də olmasa belə, ən azı sən ona pislik eləmək niyyətində olursan. Və o da sənin üçün ibadət də yazılmayacaq, pis də yazılacaq və ondan da əlavə şeytan da vəsvəsə eləyəcək. Daim o hissi sənin içərində qüvvələndirəcək, qəzəbləndirəcək, ya bir vaxt əlindən bir dənə cinayət çıxacaq, ya heç vaxt heç nə eləyənməyəcəksən, ömrün sərf olacaq, həyatın məhv olacaq o işlərlə. Adam birdən-birə görürsən, oturduğu yerdə hirslənir. Başlayır belə də durur, qışqırır, ora-bura qaçır. Neynir? Ay bala, nə oldu? Sən ilan sancdı səni? Nə görsən? Heç nə. Hiss edirsən ki, o, məsələn, nəyisə fikirləşib, düşüb yadına, niyə məsələn, filan kəs mənə filan vaxtı bu işi gördü, ondan höllənir. Amma onun pisliğini unutsa, heç vaxt o cür olmayacaq. Normal həyat yaşayacaq və Allah da onu bağışlayanlardan neynəyəcək? Yazacaq. Bəs unutmaq, yadda saxlamaq mövzuları buna insana yəni xeyirli cəhətləri də çoxdur, ziyanlı cəhətləri də var ki, Həzrət Əbu sonra buyurur ki, Sümmə ulqiyə ələl-əvadi rəciə vəsəbin.
Həzrət deyir ki, elə ki, bükdülər kəfənə, bunlar kəfənin hər öz işi ilə məşğuldur da. Biri ağlayır, biri məsələn təəssüf eləyir, biri kəfən bükür, biri qusl eləyir, boynuna düşən vəzifəsi. Biri durub orada məsələn baxır qonşu kimi. Bu da ki, məyus olur dünyadan. Sonra götürürlər, onu qoyurlar, Həzrət deyir o taxtaların üstünə. Yəni, bizim dildə desə, cənazənin üstünə, tabutun üstünə. Qoyurlar tabutun üstünə. Rəciə vəsəbin, xəstəlikdən yorğun halda. Hansı xəstəlikdən? Mümkündür, bu xəstəlikdən can verib ölüb və nizvə səqəmin və dərdlərin ağrısı olan halda. Yəni, belə çıxır bu sözdən ki, insan o xəstəlik, biz deyirik ki, öldü, canı qutardı. Ağrıdan canı qutardı, dərddən canı qutardı. Belə görükür ki, bu hələ ölən kimi də canı qutarmayıb onlardan. Güzən Həzrət deyir ki, deyir o xəstəliyin yorğunluğundan və dərdin əziyyətindən əzginliyi olan halda götürürlər, onunla qoyurlar tabutun üstünə. Bu vəziyyətdəki, onun çəkdiyi xəstəliklər və çəkdiyi dərdlərdən hələ yorğundur bu adam. Yaxşı. Və biri budur ki, bu adam xəstə olub, bəlkə əziyyətlər çəkib. Birdən adam xəstə olmasa da belə, bəlkə əziyyətlər çəkməsə də, hətta insan o ki, bəzən hiss edir, ölürəm və bir neçə saat ya bir neçə dəqiqə bunun can verməyi çəkir. Burada da o ağrılar elə hiss olunur. Hətta insan belə özü bilmədən, belə bir də insana güllə dəydi, canı çıxdı. O an güllənin dəyməyi ilə onun ölməyi 5 saniyədə çəksə belə, yenə o can verməyin ağrısı onu yorur. İndi burada Həzrətin sözü xəstəlik keçirdib, ona da aid ola bilir, can vermək xəstəliyi, o özü can vermək ağrısı. Bu da ola bilir. Amma hər halda o can verməyin ağrısı o uzun illər dünyada çəkdiyi cismi ağrıların yanında çox yuxarıdır. Həzrət Salman o qəbirdəki ölü ilə danışanda dedi ki, necə can verdin? O da cavab verdi ki, ya Salman, özü də mömin adam idi. Elə bil mənə qoydular ət taxtasının üstünə, küt balta ilə məni tikə-tikə doğradılar. Can verməyin əziyyətini belə gördüm. Hətta hədisdə var, yəqin sizə də rast gəlib, Həzrət Rəsulullah sallallahu aleyhi və səlləm ya məsumlardan biri buyurur ki, Allah Teala hesab kitab mələklərinə qəbrə gəlib bir dənə mümini sorğu-sual eləyəndə onlara əmr eləyər ki, diyanın. Diyanın, qoy bu can vermənin, bu mənim mömin bəndəmdir. Qoy can vermənin yorğunluqlarını çıxartsın, ondan sonra gəlib nə eləyərsiniz? Hesab kitab verərsiniz. Ki, Həzrət deyir ki, bəli, bu vəziyyətdə bunu qoyarlar o cənazənin üstünə, təhmiluhu həfədətül vildan. Övladları, nəvələri, həfəd vildan övladlardır da, həfədə nəvələrdir. Həfədətül vildan, yəni övladları və nəvələri, törəmələri, zürriyələri. Birinin babası idi, birinin əmsi idi, birinin dayısı idi, birinin qardaşı idi, birinin nə bilim, nə idi, də bu cürə, hələ biraz yaşlı olsa. Ağlaya-ağlaya, biri baba deyir, biri ata deyir, biri əmi deyir, biri dayı deyir, biri qonşu deyir, biri dost deyir. Yaxşı, aparırlar cənazəni və həşədətil ixvan, dostların, qohumların, cəmiyyətin, kəndin ictiması ilə, cəmi ilə, cənazənin ətrafında nə qədər adamlar gedir. O qədər ki, insanlar düzdür, cənazəyə yığışmaq müstəhəb edir, özdə eşidən kimi təcili ora gəlmək müstəhəb edir. Cənab Cəbrəil Həzrəti Rəsulullaha deyir ki, ya Rəsulallah, kaş mən də bəni Adəmlə olaydım. Həzrət deyir ki, nəyə görə? Nəyə görə? 5 dənə səhv eləmirəm şey sayır, ikisi yadımda deyir, biri əs-salatu mə'əl cəmaə, cəmaatla gəlib namaz qılmaq ki, biz elə qaçırıq ki, tək qılaq evdə. Yaxşı, bir də ki, təşkil cənazə, cənazədə hazır olmaq.
O qədər fəzilətlidir ki, Allahın o cür əmin mələki, bir nömrəli mələki istəyir gəlir cənazədə iştirak eləsin. Yaxşı. İndi deyir, cənazəyə gəlmək müstəhəbbidir. Gərək işi qoyasan, təcili surətdə gələsən, görsən cəmaat yığışır. Allah cəmaatdan da razı olsun, yığışırlar. Amma birdən o cəmaat bunun dünyada hər çətinliyinə görə belə yığışsaydılar, bəlkə də heç ölməzdi. Belə ölməzdi. Adam o öləndə ölmür ki. Adam həyatda 50 il bundan qabaq ölüb. 60 il bundan qabaq ölüb. Onda ki, adam Allahın dediyini əməl eləməyib, Allahın dediyindən çıxıb, Allahın əmirlərini başa düşüb, itaət eləməyib, Allah kəlamı gələndə qulaq asmayıb, şeytan gələndə qulaqlarının ikisini açıb, yanındakını da elə başına vurub ki, sakit ol, qulaq asıb, insan onda ölür. Hə, o öləndə, məsələn, orucda qonşu ki, qaça-qaça gəlir, qonşunun hayına ki, can verir, ya ölür, ya xəstədir. O, məsələn, orucluq gələndə gedib ona oturmalıdır yanındakı qonşu, sən Allah, bəlkə başlayasan bu il orucluğa. Döyməyəcək səni, güllə atmayacaq səni. Oğurluğa çağırmırsan onu, cinayətə çağırmırsan onu, ondan sonra başqasına zülm eləməyə çağırmırsan, ondan sonra kiminsə bostanına girməyə çağırmırsan. Bir kəlmə deyərsən də, qəbul eləyər, eləməz. Qəbul eləyər, əla. İmam Sadiq əleyhissalam buyurur ki, bir nəfər sizdən söz qəbul eləyə, hidayət ola, bir vilayətə, ölü vilayətə 40 il yağan yağışdan artıqdır, fəzilətlidir. Qəbul eləyər, eləməz də sən vəzifə əməl eləmsən də. Hə, orucluq gələndə gedib ona yalvarmaq lazım idi, oruç tut. Ondan sonra yaşı keçəndə gedib ona, məsələn, demək lazımdır, filan kəs yaşın keçir, namaz qıl. Cavanlığında ona deməlidir ki, ay oğlum, sənə bax görsən Allah ata verib, ana verib, dolanışığın var, evin var. Ondan sonra atan sənə böyük gidib, zəhmət çəkib, əl qabarı ilə hazırlaşdırıb, oxumusan, gözəl göyçək uşaqsan. Bax, bunların hamısını Allah verib sənə. Nə olur, gündə 15 dəqiqə vaxtı Allaha sərf elə. Biraz Facebookdan istifadə eləmə, biraz WhatsAppdan istifadə eləmə, biraz nə bilim, belə çayxanada az otur. Bundan istifadə elə də. Nə işlə məşğul olursan, belə ol da, belə qoyun otarırsan, orada qılınamaz. Hansı idarədəsən, hansı nə bilim yerdəsən, hansı məkandasan, orada 2 dəqiqə, 2 rəkət 2 dəqiqə, 4 rəkət 5 dəqiqə qoy vaxt aparsın. Tələsirsən, ev yox, azan demə, iqamə demə, qunut tutma, elə həmd surəni oxu, rükû, səcdə, təşəkkür, bunu ona başa salmaq lazımdır. Bu onda ölüb. Bəs insanlar bir nəfərin hayına vaxtında yığışsaydı, heç o bayaq dediyimiz kimi onu kəfənə bükəndə nə olmazdı? Məyus olmazdı ki, day mən getdim cəhənnəmə. Bəs Həzrət buyurur ki, və həşədətil əxvan ilə dari qürbətihi, deməli, qonşuların, qohumların, qardaşların deməli, toplumu ilə onu o qürbət evinə tərəf apararlar və munqətəi zavrətihi və bütün görüşlərdən demək olar ki, əli üzülən halda apararlar. Bütün görüşləri qət olar. Ləğv olar da. Ləğv olar. Biz bir nəfərlə görüşəcəkdik 15 dəqiqədən sonra 5-6 nəfər onu gözləyirdik. Getdik, cənazəsini gətirdik. İndi o məsələn ola bilər Əzrail əleyhissalamla deyər ki, mən 10 nəfər gözləyir də, məsələn rəhmətli ola bilər deyib. Əzrail əleyhissalam da ona deyir, sən bütün görüşlərin ləğv oldu. Əleyhissalam deyir, hə. Bunun görüşləri vardı, planları vardı, proqramları vardı, maddi, nəm ziyarətə gedəcəkdi, gəzməyə gedəcəkdi, nə bilim, plan çəkmişdi sabaha, hamısı ləğv olan halda 4 dənə çubuğun üstündə, 4-5 nəfər adamın çiynində neynir? Hələ qismət olsa, Ər-Rəhman əlləməl Qur'an, xələqəl insan oxuna nədir? Aparırıq dəfn eləməyə. Və mufrədi vəhşətihi. Bunu aparırlar bütün görüşləri ləğv olan halda və deməli, qorxuya və vəhşətə tək daxil olan halda. Qəbrin qorxusu var da. İndi də adam 98%, 99% gedib qəbrəstanlığın içərisinə girmir. Qəbrəstanlığın yanından qaça-qaça keçmir. Yaxşı.
Qəbirstanlığa çox adam əlini uzadanda barmağını dişləyir, ayağının altına qoyur ki, güya mənə qismət olmasın. Hara qismət olacaq? Səni harada bastırsalar qəbirstanlıq olacaqdır. Oraya deyir, qəbir olacaq. Oranın bir qorxusu var. İnsanın da qəbirdən, qəbirstanlıqdan, ondan sonra, nə bilim, o cür şeylərdən qorxmağı da təbiidir. Qorxuludur. Xüsusən ki, o adamın ki, bilir orada məktub atsan ki, məsələn, biri sənə məktub verir, deyir, apar ver filan yerə. Sən 100% ehtimal verirsən ki, bu məktubun içərisində mənim barəmdə yaxşı şeylər, sevinə-sevinə gedirsən. Amma şübhəli olsun, ya bilsin ki, pis şeylər yazılıb, qorxacaqsan da ora getməyə. Həzrət Salmandan soruşurlar ki, mələnə nəkrəhul mövt, deyir, innəkum, ya Əbazərdən, əmərtumud dünya və əxrəbtumul axirə. Niyə biz ölümdən qorxuruq? Ay filan kəs deyir, niyə də qorxmayasınız ki, siz dünyanı abad edib, axirəti xaraba qoyursunuz. Evi tikmişsiniz neçə mərtəbə, yatağınız bu forma, istiniz, divarınız, aboyunuz, filanınız, bəşməkanınız, qəbriniz qaranlıq, vəhşətdir. Ondan sonra nə bilim, həşarətlə dolu. Yaxşı, ona görə qorxursunuz. Hansı adam abadlıqdan xarabalığa köçməyə qorxmursa, ağlı yerindədir. Bunun düşüncəsi var ki, abadlıqdan xarabalığa getməyə qorxur. Gərək nə eləyəsən? Abad eləyəsən. Allah Muhammed al-Muhammed xatirinə bizi abad eləyənlərdən qərar versin. İnşallah və əssalamu aleykum və rəhmətullah və bərəkatuhu.